Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazırlığında idi. Orada olanda da yazışmışıq. Hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, ana çıxdım gedirəm rəqsə. Dedim evə get yemək ye. Ac olmadığını, piyada getdiyini söylədi. Sfera az xəbər verir ki, bu sözləri mayın 12-si axşam saatlarında Gəncədə yaralı halda tapılan və xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovun anası açıqlamasında deyib. O bildirib ki, Elgün rəqsdən sonra trenajora getməliymiş, saat 6-7-yə qalmışa qədər gözlədim, zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birlikdə çıxdığı uşaqların nömrəsini götürüm. Qardaşıma, digər oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə Elgünü hardasa görərsiniz. Gecə saat 1-də də oğlumla Elgünü axtarmışıq. Izı Smart Bey ilə effektiv edin. Elgünün davranışlarında da heç bir dəyişiklik yox idi. Biz söhbət edirdik, son zəng hazırlaşırdıq. Demişdi ki, mənə 2 dəst paltar alarsan son zəng üçün. Danışırdıq ki, ona qonaqlıq verəcəyəm. Dostlarından da kimi istəsən çağırarsan. Hərəkətlərində qeyri-adi heç nə yox idi. Nə fikirli, nə aqressiv, nə də problemli idi. Hər şey normal idi. Mən anayam, onun səsində hansısa həyəcan hiss edə bilərdim. Amma o da yox idi. Yad adamın belə problemini, dərdini hiss eləmək olur. Onsuz da mən narahat ana idim. Hər gün bəlkə də 10 dəfə, 20 dəfə zəng vururdum Elgünə. Bir şey olsa mən onu hiss edərdim. Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın.